Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala nəbiyina Muhammed və ala alihi və sahbihi ecmain. Əmmə ba'd. Dəvət çox önəmlidir, qardaşlar. Dəvət etmək, haqqa çağırmaq, haqqı insanlara başa salmaq, insan dəvət etdiyi şey özü əməl eləmək və bu yolda səbr etmək çox önəmlidir. Dəvətçi insan başqalarını dəvət etməzdən qabaq öz dəvət etdiyi şey özü əməl etməlidir. Nə pisdir, bilirsinizmi? Bir insan insanlara desin ki, qeybət eləmə, nəmmamlıq etmə və haram yemə, doğru ol, dürüst ol, kişi ol, sonra özü o dediklərinin tərsini eləyə. Çox pis şeydir. Ətə'murunən nəsə bil-birri və tənsavunə ənfusakum və əntum tətlunəl kitab. Əfələ tə'qilun. Siz insanlara yaxşı əməlləri əmr edib, özünüzü əməl etməkdə unudursunuzmu? Kitab oxuduğunuz halda, yəni şəriəti bildiyiniz halda, siz bunu dərk edə bilmirsiniz. Və xüsusən də nə pisdir ki, bir insan danışarkən dəvət adı ilə yalan danışsın, böhtan atsın, qeybət eləsin. Bunun adını da dəvət qoysun, bunun adını da sünnəni müdafiə qoysun və yaxud da cərh qoysun və yaxud da tədil qoysun. Müsibətin üstə müsibət. İnsan əgər bir şey haqqında danışırsa ilk öncə danışdığı şeyin Allah rızası üçün olduğundan əmin olmalıdır. Sonra o danışdığı şeyi danışmazdan qabaq şər'i cəhətdən öyrənməlidir. Və sonra danışdığı şeyin aqibətinin nələr törətdiyini, fəsadmı, islahmı onu bilməlidir. Təxmin etməlidir. Və sonra sadiq olmalıdır sözündə. Kəzzəblik deyil. Çünki bugün bəzilərindən eşidirik ki, eşitmişsənsə danış. Belə şey yoxdur sələfin dəvətində. Eşitdiyini danış, getdin, oturdun haradasa, sana nəsə dedilər, sən də gəl danış. Sələfin yolu deyil bu, qardaşlar. Bunlar hamısı nəmmamların, cahillərin, fəsad əhlinin yoludur. Bunlar hamısı fitnə əhlinin yoludur. Xavariclər o vaxtı Osman radiyallahu anhunu öldürməyə gələrkən, onlar da belə dedilər, qodularla məşğul edilər. Osman radiyallahu anhunun qətlini elə dedilər, belə dedilər, elə dedilər, belə deyək, loruca deyək, tırka ilə bu şeyə gəldilər, düşdülər. Sələflərdə belə şey yoxdur. Sələflər təsəbbüt eləyər, baxar kim nə danışır, kim nə qoyur, özünün hesaba çəkər, axirətini düşünər və insan ağzından çıxan kəlmənin şəriətdə nə qədər doğru olduğuna baxar. İnsan, başa düşürsünüzmü, batilə haqq doyun geyindirməyə çalışmaz və insan, dəvətçi insan mərcə olar, hətta sözündə belə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, hədisə fikir verin. Hədisə fikir verin. Kəfə bil mar'i ismən ən yuhaddisə bi kulli ma səmi'a. Bir kişiyə günah olaraq yetər ki, hər eşitdiyini danışsın. Hər eşitdiyini danışsın, gəlsinlər, mənə yox, belə dedilər, mənə belə dedilər, mən də oturum onu danışım, eləmi? Başqa bir rivayətdə gəlir, həmin hədisin ləfz fərqi var. Kəfə bil mar'i şərran. Şər olaraq bir kişiyə yetir ki, hər eşitdiyi şey danışsın. Mərd oğlanlar, mərd kişilər, savadlı insanlar, həyatda İslam ümmətinə fayda vermək istəyən adamlar hər zaman islahın və yaxud da deyilən şeylərin təsəbbütünün arxasındadır. Rasulullah sallallahu aleyhi və səlləmə məcnun dedilər, sehirbaz dedilər, dəli dedilər. Peyğəmbər sallallahu aleyhi və səlləmə başqa-başqa ittihamlar etdilər. Bəyən, belə deyilir deyə
mən sadəcə rivayətçiyəm, sadəcə mən eşitdiyimi nəql edirəm deyə, bunu o vaxtın möminləri din düşmənlərindən nəql edirdi. Şeyxülislam İbn Teymiyyə rahimehullah haqqında təkfirçilik deyildi, nasibi deyildi, yəni xavaricilik ittihamı İbn Teymiyyə vuruldu və hakimlərlə ərbil olub İbn Teymiyyənin hətta ölüm cəzası görsün deyə ittifaqlar olundu. Bəyən bugün biz İbn Teymiyyə bu damğaları vuranların sözünü nəql edirik deyə, belə eşitmişik deməliyik deyə, belə şey hüququmuz var. İlk öncə təsəbbut etməmiz lazımdır. İlk öncə bilməmiz lazımdır şəriət cəhətindən. Və xüsusən də qardaşlar, qəribəsi odur ki, yəni bir şey eşitdinsə, sən o şeyi sahibindən anında dəqiqləşdirə bilərsən. Dəqiqləşdirə bilərsən. Yəni, sən ən pis şey odur ki, insanın haqqına girə, insanın haqqında yalan və böhtan danışar. Heç olmasa danışdığın şey insanda olsa bu problem deyil. Və günümüzdəki qeybətlə mamluq sistemləri daha çox yayılır. İnsan ağzından bir kəlmə çıxır və sonra o yerin məşriqinə və məğribinə yayılır. Və onun da qiyamət günü hesabı var, xeyrin xeyr, şərdə şər. Bəli, elm əhli tarix boyu tənqid ediblər, tənqid olunublar və bir insan əgər kimdəsə xəta varsa, xəta olduğunu görürsə, yox sələfin üslubu metodu ilə müalicə eləmirsə, onun mənası odur ki, bu insan elə sələfi deyil bu dəvət metodunda. Elm əhli hətta xavariclərə, təkfirçilərə, hətta müasir dövrdəki hizbiçilərə, hətta sufilərə, rafizilərə, mu'təzilələrə, cəhmiyyələrə, murciyələrə rədd qaytararkən orada ədəb ərkənə fikir verirlər. Öncə məsələni təqrir edirlər ki, hansı məsələdir? Hansı məsələdə tənqid eləmək istəyirsən? Hakimiyyət məsələsidirmi? Cihad məsələsidirmi? Və yaxud da namaz məsələsidirmi? Zəkat məsələsi. Hansı məsələdə tənqid eləmək istəyirsən, öncə onu təqrir etməlisən ki, məsələ əqidə baxımından budur. Və sonra ittiham etdiyin adamın müxalif olan sözünü gətirməlisən ki, bax, bu əhl-i sünnədə belədir, amma filanın dediyi belədir və filanın dediyi bu həqiqətə bu tərəfdən müxalifdir və sonra onun islahı üçün bunu elmlə, ədəblə, ərkanla ona rəddiyə qaytarırsan. Biz sələflərdən belə görmüşük, qardaşlar. Açıb oxumuşuq, əlhamdülillah, İbn Teymiyyənin rafizlərə rəddiyəsini, İbn Teymiyyələrin xavariclərə rəddiyəsini, İbn Teymiyyələrin mu'təzilələrə, cəhmiyyələrə rəddiyəsini və başqa firqələrə baxmışıq ki, sələfin üslubu tənqiddə və rəddiyədə nətərdir. Ağız göz oynatmaqla, qaş fırlamaqla, istehza edib, kimisə küçümsəməklə, kəzzəblik edib, yalan danışmaqla, artistlik eləməklə, sifətdən sifətə girməklə biz görməmişik ki, sələflər kiməsə rədd qaytarır. Bir insan bir insana özünə ona rədd qaytarmağa əhl görürsə, özünə o səviyyədə görürsə, o insan hazır olmalıdır həmin adamla üzləşməyə və qabağında oturmağa. Kimi tənqid edirsənsə, onun qabağında durub, o dediyin sözlərin arxasında durmağa hazır olmalısan. Belə səs-küy salıb, haray həşir edib aradan çıxmağa deyil. Düzdürmü? Məsələ, əlhamdülillah, şəriətdir bu, dindir bu. Dinin tərəziləri var. Dinin tərəziləri var, problem deyil. Hansı adam qaçır, hansı adam fırladır söhbəti, hansı adam başqa mənalara yozur, o başqa məsələ. Amma bizim, əlhamdülillah, sözümüz var, mənhəcimiz var, qardaş, əqidəmiz var. Kimin nə hər hansı bir məsələdə elmi şəkildə tənqid eləyərsə, əlhamdülillah, qəlbimiz açıqdır. Və həmişə rədd eləyəndə də münasib üslubda, haqq eləyən səviyyədə çalışırıq rədd eləməyə. Və səviyyəsiz insanlarla biz çox zaman, əksər zamanı vaxtımızı keçirməyi zaydan görürük. Və dəyər cinsindən olur həmişə sözün.
Və eyni zamanda, elhamdülillah, qapımız açıqdır bütün hər hansı bir məsələnin izahatını istəyən adamlar üçün. Heç kəsin, özünüz buna şahidsiniz, qardaşlar, yoxsa yox? Şahidsiniz, yoxsa yox bu şeyə? Kim istəyərsə, qapımız açıqdır hər kəsin qabağında. Gəlsin, soruşsun məsələləri. Hansı məsələni istəyir öyrənmək, gəlsin, soruşsun, zaten biz bildiyimiz nə varsa onu danışırıq, elhamdülillah. Bilmədiklərimizi öyrənirik. Həddimizi aşan şeylərə girişmirik. Sələfin mənhəci budur, sələfin metodu budur. Və 2000-ci ildən hansı dəvəti aparırıq, 2006-cı ildə də həmən əqidədə, həmən mənhəcin üzərindəyik. Elhamdülillah. Nə bir gün sufi olmamışıq, nə rafiz olmamışıq, nə xavarici, nə təkfirçi, nə də başqa firqə. Elə başdan, elhamdülillah, əhl-i sünnənin, sələf-i salihin mənhəcində gedirik və davamlıyıq bu yolda. Allah həmd olsun. 2000-ci ildə keçdiyim əqidə tövhid dərsləri 2006-cı ildə eynidir. Gətirib uzlaşdıra bilərsiniz. Və məsələ budur. Məsələ budur. Bugün insanların, həqiqətən qardaşlar çox narahat olurlar ki, biz indi kimə inanaq, kim düz danışır, kim neyini. Zamanında biz bəzi şeyləri yola verərkən, fikir verməyərkən, qardaşların parçalanmaması, yəni belə deyək, başqa firqələrin əhl-i sünnə cəmaatına gülməməsi üçün idi bu. Lakin həddini aşan payı verilməlidir. Özünü bilməyən, özünü bilməyən insana özü tanıdılmalıdır. Özünü göylə aparan insan tutub yerə salınmalıdır. Oturuşunu bilməyən insanı oturtmaq lazımdır. Həddini bilməyənə qabağındakı cizgini göstərmək lazımdır. Budur. Əhl-i sünnənin əqidəsi budur, qardaşlar. Əhl-i sünnənin nəyi budur? Bugün məsələlər elə bilirlər ki, bəziləri filan işitçidir, filan işitçidir. Nə demək istəyirsən? Yəni, güya hakimiyyətin gözünə girmək istəyir ki, hakimiyyətin, güya filan işitçidir, pis deyir, yəni məndə işiniz olmasın, bax bilin, mən işitçi deyiləm. Sən soruşmuşsan ki, işiti dəstəkləyirsən. Hökumətə yaltaqlanmağa gərək yoxdur. Hökumətin yaltaq adamlarının işi də yoxdur. Düşük adamlarının, çürük adamlarının hökumətin işi də yoxdur. Onlar həmişə ucuz əski kimidirlər. İşlədirlər, sonra tulluyurlar zibilliyə. Kişi olmalıdır hər yerdə. Yaltaqlanmaqla, əzilib-üzülüb süzülməklə, başqalar işitçidir, təkfirçidir, ay aman, filanı tutun, öldürün, nə bilin, filan belədir, filan elədir, görsən sağlamsın. Kişi belə artistliyə, ikizliyə əl atmaz. Filandan bir zəng elə soruş ki, sən işitçisən, sən təkfirçisən və yaxud da təkfirçiliyin əlaməti olan şeyləri bir soruş, bir elə. Biz başdan, elhamdülillah, unutmayın qardaşlar, bəzilər şübhə yayır ki, güya tələbələr Veysəldən mövqey tələb elədirlər. Heç kəs. O 2 il qabaq olan fitnədə sadəcə 1-2 nəfərin sədası idi, səs-küyü idi o. Tələbələr də, əksinə tələbələr mənə deyirdi ki, sadəcə fitnə var deyə, biz heç şübhəmiz yoxdur sənin mənhəcində, əqidəndə. Sadəcə İmam Buxari rəhməhullah ittiham olunanda Xalq Əf'alil İbad kitabını yazır ki, yəni ki, şübhələri rədd qaytarsın. O baxımından 1-2 nəfərdən başqa kimsə şübhədə deyil. Bugün elə göstərməyə çalışırlar ki, güya tələbələrin özü belə məndən tələb edib. Nəyi tələbələr tələb edib? Mənim bəyanatımda hər hansı bir dəyişiklik gördülər, hər hansı bir müxtəliflik gördülər, ondan qabaq nəsə bir yenilik var idi. Eyni şey idi bu. Və bugün sizin yüzlərlə insanın qabağında danışıram bu söhbəti. Kimsə qalxıb deyə bilər ki, Veysəl bir gün olsun işidi dəstəkləyib, o sistemi dəstəkləyib və yaxud da bu barədə kiməsə dəstək olub. Əksinə, biz həmişə xavariclərin, təkfirçilərin və müsəlmanların qanını halal görənlərin, haqsız yerə qan tökənlərin həmişə əleyhinə olmuşuq. Və həmişə sülhün tərəfində olmuşuq. Qardaşlığın, doğru əqidənin tərəfində olmuşuq həmişə. Bugün fırlamaq, sağa sola, göz-qaş oynatmaq, istehza eləmək, nə bilim, belə tələbələri şey eləməyə eləyən eləsin. Buna gərək yoxdur. Bugün, əlhamdülillah, yəni insanlar bəllidir. Sadəcə bir tələbə özünü, belə deyək də, gülünç vəziyyətə qoyması, nə bilim, filanın
təkfir cəmatıdır, filan nə bilim liderdir, nə bilim o vaxt nə deyirlərdi, hansı cəmat deyirlərdi? Ahrar-ı Şamdır, nədir? O belə get, bu belə get, onu qazetə yazdırırlar, bunu belə eləyirlər, bunu belə eləyirlər. Yəni, nə demək istəyirsiniz? Yəni, filan adam göy təhlükəlidir, filanı kimsə nəsə zərər versin, filan. Bunlar hamısı, qardaşlar, Allahın əlindədir hər şey. İnsanları qazetə yazmaqla, pis-pis adlarla, ləkələməklə, boynlarına şey qoymaqla, güya bununla kiməsə zərər verəcəyini düşünən insanlar yanılırlar. Çünki Allah Azze və Cəllə birincisi bu hilə sahiblərinin hiləsini öz başına keçirir həmişə. Bu bir. İkincisi də bu müminin qəza və qədərə imanındandır ki, Allah nə yazıbsa insanın başına o gələsidir. Bugün Suriya hadisəsi, inanın deyirəm, bəzi insanlar bunu pis məqsəddə istifadə edirlər. Suriya hadisəsini. Kim kimi tutturmaq istəyir, kim kimi deport etdirmək istəyir, kim kimi ləkələmək istəyir, gözdən salmaq istəyir, Suriya hadisəsini gətirib qarışdırırlar. Filan belə elədi, filan belə elədi, filan belə elədi, filan belə elədi. Biz, diqqətlə qulaq asın, vallahi, əgər biz işidi, təkfir cəmatını və yaxud da xavariclər dəstəkləsək, onu bugün burada da mən yenə deyərəm. Allahdan başqa kimdənsə qorxum yoxdur. Nə olmayın, nə də olmayacaq inşallah. Dəstəkləsək onu deyərik. Və yaxud da sizin qabağınızda danışarkən bir nəfər qalxar deyər ki, sən mənə deməmişdinmi? Elə bir şey olub bu, qardaşlar, olub bu. Bilirsiniz, sadəcə xarab qəlbə, ölmüş qəlbə dərmanın köməyi yoxdur deyilir. Və bəzi insanlar qorxaqdır, hər kəsi qorxaq sanırlar. Bəziləri səda salır. Səda salır ki, yəni ki, bu dəhşətdir belə. Mənə təhdidlər gəlir, nə bilim, mənə bu gəlir, mənə o gəlir. Adam əqidəsini, əlhamdülillah, kimsə gizlətirsə, biz onlardan deyilik. Mən onlardan deyiləm. Nə var, nəyi bilirik və onu deyirik və nəyi bilmirik, onu öyrənirik, həddimiz olmayan şeydən də çəkilirik. Muhammed sallallahu aleyhi və səlləm buyurur, "Da' mə yəribuka ilə mə la yəribuk." Sənə aid olmayan şeyləri tərk elə, sənə aid olan şeylərlə məşğul ol. Sələf-i salihdən biri deyir ki, kim ona aid olmayan şeylərlə məşğul olarsa, ona aid olan şeylərdən məhrum olur. Aydın qardaşlar, Əssalam və sallallahu aleyhi və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmain.